Peyğəmbər və ali Peyğəmbər salavatla yad elə. Allahümmə salli alə Muhammed və ali Muhammed və əccil fərəcəhum. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselamu aleyke ya Eba Abdullahil Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin ve ala zavvaril Hüseyin. Biz dünən Aşura hadisəsindən sonra nədir vəzifəmiz, nələri etməliyik, onun barəsində danışmışdıq, əgər xatırlayırsınızsa. Bugün istəyirəm bir növ o dərsin davamı olsun. Çünki dünən bəzi mətləbləri qeyd eləyə bilməmişdik. Bugünə qismətdir qeyd eləmək. Yaxın dəqiqələrdə dünənki mövzunu bugün yenidən açacağıq, yenidən onu izah eləməyə çalışacağıq. Bilirsiniz, Kərbəla hadisələr bir sözdən kifayətlənmək olmaz. Kərbəla hadisələrinə göz ardı baxmaq olmaz. Kərbəla hadisələrinə ötəri baxmaq olmaz, daha doğrusu. Yola vermək kimi baxmaq olmaz. Hər kim bu cür düşündü, bu cür fikirləşdi, o Kərbəla başa düşməyəcək. Elə məhz bugünkü dərsin də dünənki dərsə bağlayaraq sualımızla bugün bu cür qoyacaq. Aşura dərslərini daha yaxşı anlamaq üçün nə edək? Hansı addım ataq? Dünən elə axşam bir kitab mütaliə edirdik, üzr istəyirəm böyüklərimizdən, gecə kitab mütaliə edirdik. Elə qəfildən bir sual çıxdı qarşımıza, video çıxdı qarşımıza. Telefona qəfildən bir mesaj gəlmişdi, onu da gördüm. Biz nə edək, nə iş görək? Əlbəttə, sual geniş sualdır. Biz Aşura hadisələrinə tarix kimi baxmayaq. Nə qədər tarix kimi baxsaq, o qədər həqiqətdən uzaq düşəcək. O qədər yan düşəcək, qıraq düşəcək. Əgər istəyirsə ki, bunu canlı bir həyat bələdçisinə çevirək, bizim mütaliəyə ehtiyacımız var, bizim təfəkkürə ehtiyacımız var, bizim praktiki fəaliyyəti birləşdirən bir sistemli addıma ehtiyacımız var. Sistemli addıma, kör-körənə yox. Əsas addımlar atılmalıdır. Çox addımlar var, mühüm addımlar var. Amma yenə bugün də dünənin kimi 4 dənə addımları qeyd edəcəyik inşallah. 4 addımı qeyd edəcəyik. Bir budur ki, biz bu hadisələri yaxşı başa düşmək üçün düzgün mənbələrə ehtiyac duymalıyıq. Yaxşı mənbələrə ehtiyac duymalıyıq. Bizə dolğun çatdıran, mifik yox, emosional yox, bizə əqli müstəvidə, rasional müstəvidə həqiqətləri çatdırmalıyıq və özümüz də o həqiqətləri qəbul etməliyik. Ya məsələ budur. Və bu baxımdan bir neçə tarixi kitablarımız var. Məsəl üçün, Allah ruhunu şad eləsin, Şəhid Mürtəza Mütəhhərinin bir kitabı var, Həmasəy Hüseyni. Ki, İmam Hüseyin Əsəlamın qəhrəmanlığı kitabıdır, 3 cilddir. Bugün təəssüf satışda yoxdur, çox təəssüf. Əziz tələbələr o kitabı əldə edəsinlər. İkinci əl mi deyim, tapsınlar, axtarsınlar, araşdır. O kitab mütləq və mütləq əldə edilməlidirlər. Bir daha deyirəm, Həmasəy Hüseyni kitabı, İmam Hüseyin Əsəlamın qəhrəmanlığı, dastanları kitabı. 3 cildi, 3'ü bir yerdə o kitab. Təəssüf ki, kitab burada yanında olmadığına görə o kitabı sizə mən göstərə bilmirəm. Aşuranın deyilmə həqiqətləri kitabı var. Ki, bildiyim qədərdə əslində Azərbaycanlıdır, Ayətullah Milani. Aşuranın deyilmə həqiqətləri kitabını oxuyun. Gözəl kitabdır. Bu iki ustadın kitabı çox dəyərlidir. Seyyid ibn Tavusun Luhuf kitabı var.
Kərbəla naləsi kitabı ki, mən onun hətta zəvvarlar da məsləhət görmüşəm ki, Əlbəyində özündən aparsınlar. Oradan oxusunlar zikr müsibətləri və eyni zamanda Aşuranın deyilmən həqiqətləri və ən əsasda o Şəii Mütəhhərin kitabından Kərbəlaya başqa gözdən, başqa pəncərədən baxış bucaqlar orada. Onu mütləq əldə edin, oxuyun. Doğru qaynaqlardan öyrənmək lazımdır. Doğru qaynaqlardan öyrənmək lazımdır. Bəzi sözlər bəzi qulağa xoş səslənir, gözə xoş görsənir, amma həqiqətə əks etdirmir. Biz hadisələri psixoloji analiz eləsək, bir dənə söz deyim, bəlkə də söz qəribə sözdür, motivasiya güzgüsündən keçirməliyik. Hadisələri süzgəcindən daha doğrusu. Kim kimi öldürdü sualına yox. Bu çox zəif düşüncəli insanların sualı olabilir. Mən də indi başqa söz demək istəmirəm, sözüm çoxu səslənməsin. Çox zəif düşüncəli insanların sözü ola bilər bu söz. Orada kim kimi öldürdü görəsən? Kim kimə qalib oldu? Bu, düşünə bilməyən insanların sualı ola bilər. O, bəzən görsən, deyirlər, kim axır nə oldu, kim oldu? Bir-birinə qovuşdular, bir-birini sevdilər, düşmən öldürdülər. Bu suallar sənə düşünməyə səbəb olmayacaq, üzr istəyirəm. Sənə lazımdır ki, hadisələri analiz eləyəsən. Biz qalib gəldi, sağ qaldı, bu motivdən axtarırıq. Kinoya baxanda da istəyirik ki, axırda baş qəhrəman qələbə çalsın, onun ölməyini istəmirik. Bir roman oxuduq, əsərin qəhrəmanın ölməyini istəmirik. İstəyirik sevənlər qovuşsunlar. Biz axırın bu cür düşünürük. Amma gözəldir, axırını gözəl düşünmək yaxşıdır, amma biz bir şey unduruq ki, biz müvəqqəti aləmdə yaşayırıq. O əbədi məhəbbət, əbədi sevgi, əbədi qovuşmaq bu dünya üçün xarakterik deyil. Bu dünyada o qüdrəti yoxdur bizə rahatlıq bəxş eləsin. O qüdrəti yoxdur. Ona görə biz suallara kim kimi öldürdü yox, niyə sualı verməliyik? Niyə baş verdi bu hadisələr? Niyə o qatillər Kərbəlaya gəldilər? Niyə? Nə idi? Hansı nəfsani xəstəlik idi ki, ola gəldi imamı qətlə yetirdilər? Bunu araşdırmalıyıq. O gün danışdıq bunun binası haqqında. Tamah və qorxu. İnsan tamahkar olanda və qorxanda imamını da qətlə yetirər. Zamanı imamına düzgün itaət eləməyəndə, kör-körana itaət eləyəndə. Nə qədər insanları mən tanıyıram ki, evləndə Risalə kitabı qalıb. Amma ömür boyu şəri məsələ soruşurlar. Tamam, mən özüm də soruşuram. Allah şahiddir, mən də soruşuram, öyrənirəm. Amma sən özün də, axı kitab səndə var, özün də bir bax, araşdır. Tapmasan soruş. Tapmasan soruş, dinlə tapmadın. Zamanı imamına kör-körana itaətə gedib çıxaracaq bu məsələlər. Biz xırda detallardan başlayırıq. Biz duran dediyimiz sizə, Aşura dərslərindən sonra biz keçməliyik, o duyğusal andan keçməliyik, o ağlamaqdan keçməliyik düşünməyə. Birində bir nəfər sual vermişdi. Haradasa bir 6-7 il bundan öncə bizim bir qardaş var. Biraz da bu ateizm məsələlərinə daha çox meyillidir. Sırf bu sahə üzrə araşdırmalar aparır, ateistlərlə söhbət edir, görüşür, dərslər keçirir. O bir də mənə bir sual verdi. Dedi ki, Kərbəlayı, siz mənəvi məsələlərə daha çox axtarış edirsiniz, İslam əxlaqi məsələlər. Sizə bir dənə sual vermək istəyirəm da. Niyə Avropalılar evlənmirlər? Vətəndaş nikahına üstünlük verirlər. İndi deyəcəksiniz, bu sualın nə dəxli var bu dərsə mövzuya? Amma tələsməyin. Baxışda olan filmlərdə də görürsünüz da. Bütün gün yeyirlər, içirlər, üzrsən, günah işlərlə məşğul olurlar, amma evlənmirlər, ailə qurmurlar. Niyə Avropalılar ailə qurmurlar? Vətəndaş nikahına daha çox üstünlük verir. Əlbəttə, bir çox səbəbləri var burada, bir çox amillər, amma mən bir dənəsini deyəcəm sizə. Çox dərsimizdən bağlıdırlar.
O da budur ki, bir Avropalı məsuliyyətdən qaçır və salam. Biz, cəmiyyət, o bəyəndiyimiz qərb mental dəyərlərinin zahiri tərəfini görürük. Adamların batinində problem var. Onlar qayğıdan qaçırlar, onlar məsuliyyətdən qaçırlar. Bir müsəlman ailəsində bir qeyrət məsələsi var, bir namus məsələsi var, bir sahiblənmə məsələsi var, ailə dəyərləri var, vətən amili var, din amili var. Bunlar hamısı biri-birinə bağlıdır sistemli halda. Və bu da səndə bir məsuliyyət yaradır. O bəzilərinin bəyəndiyi o qərb sivilizasiyası. Adam 2-də, 3-də gedir, oturur bir kafe, restoranda, məsəl üçün da. Amma evdə onun üçün önəmli deyil ki, evdə övladı var, ya xanım var və ya ailə qurum. Yox, bunlar önəmli deyil. Niyə? Çünki məsuliyyətdən qaçır. Məsuliyyətdən qaçır. Bu gün də bizim fərdi həyatımıza baş verən bir sıra o xoşagəlməz hadisələrin səbəbi də məhz məsuliyyətsizliyimizdən irəli gəlir. Məhz məsuliyyətsizliyimizdən irəli gəlir. Biz ailə dəyərləri çox ucuz satmışıq. Ona görə biz İmam Hüseyin başa düşə bilmirik. Axşam o qardaşlardan biri sual verirdi yayımların birində. Biz necə eləyək? Nə var Kərbəlada? Bax onu mən... Əlbəttə qardaş sual verdi, söz yoxdur. Biraz emosional sual verirdi. Dedi o nə var? Sən sual da şablon kimi səslənir artıq. Yaxşı bir dənə cavab var da, hamımızın bir dənə ənənəvi şablon cavab var. Həvai nəfs. Bildik daha bunu. Adam görmüşük, günahın danışmaz. Adam görmüşük, günah danışmaq məkruhdur. Bəyənilmir. Gəlin biz o hadisələrin səbəbinə fokuslanaq. Hər eyni mövzuları müzakirə eləməyək. Axı, İslamın fundamental prinsipləri var, gözəl analizləri var, mütəxəssislərin yaxşı təhlilləri var. Baxaq görək o qatilləri nə gətirmişdi ortaya? Adam var, görsən bugün birinin həyatına daxil olur, bugün bir dənə xanımla ailə həyatı qurmaq istəyir, onunla söhbət edir, mehriban həyat qurur. 3 gün, 5 gün sonra adamı yarı yolda qoyur. Gedir başqa birinə meyillənir. Bu xanıma bu da vəd verir, bu xanıma bu da onun hisslərindən istifadə edir, onu belə deyək də o dırnaqası mənəvi istismar edir. Üzürsəm ifadəmə görə istədiyini alandan sonra gedir başqa birini istismar eləməyə. Siz elə bilirsiniz, bunlar Kərbalada İmam Hüseyin tərəfi. Xeyr, ola bilməzdir, mümkün deyil. Mümkün deyil. Çünki Kərbəla fədakarların yeridir. Bugün mən ailəmlə münasibətlərimi düzgün tənzimləyə bilmirəmsə, elə mən də Kərbalada da düzgün tənzimləyə bilməyəcəydim. Ora gedə bilməyəcəkdim. Kərbalada olanlar ailə dəyərlərini düzgün başa düşən, dərk edən insanlar idilər. Bəli, problemlər mümkündür. Problemlər mütləqdir, olacaq da. Çətinliklər mütləqdir, bundan qaçmaq olmaz. Dünya varsa mütləq çətinlik var. Dünya varsa mütləq sıxıntı var. Dünya varsa mütləq problem var. Amma bu problemləri biz gözümüzdə nə çox böyütməyək, nə də özümüz o problemlərə qurban verməyək. Kərbəla hadisələri bizdən bunu istəyir. Ki, baxın, baxın. Baxın, analiz eləyin. O qatilləri ora gətirən nə idi? Keçən dərs dedik, əsas səhvlərdən biri tamah idi. Tamah idi. Siz elə bilirsiniz ki, hamısı İmam Hüseyin nifrət edirdi. Yox, əstəğfurullah. Yox. Heç biri. Hətta deyərdim, çoxsu belə İmam Hüseyinə nifrət eləmirdilər Kərbəlada. Yəni, birdən yanlış anlayarsınız, ha? Bəlkə də sizə deyiblər ki, Kərbəlada hamısı İmam Hüseyinə nifrət edirdilər, İmam Hüseyin düşmən edilər. Yox, əstəğfurullah, yox. Onlar İmam Hüseyin düşmən deyildilər. Onlar tamahlarına qurban getdilər. Baxın, bir dənə sizə elementar misal dedim, kesin dəfə dedim sizə. Xanım Zeynəb Səlamullahi əleyhanın xütbəsinə İmam Hüseyin qatilləri ağladılar. İndi sual verəcəm. Bu nəyin paradoksudur? Yoxdur. Dünyada ikinci belə bir qəribə paradoksu yoxdur. Mən sənin ən doğma öldürmüşəm. Və sən söhbət edirsən, mən sənin söhbətimə ağlayıram.
Göz yaş tökürəm. O qədər təsirli qoy, o qədər təsirlər ki, xanımın o söhbətləri. Hətta qatillər belə ağlayırdılar. Sarayda belə ağlayanlar vardı. Küfə çöllərində, küçələrində belə ağlayanlar var idi. Məlum olur ki, bunlar əslində İmam Hüseyn ilə bulan iş olmuyor. O görsən bəzi adamlar var, fikir vermişsiniz. Ya bir dənə himə bəndli, ya bir dənə sözə bəndli. Eşidən kimi coşurlar, daşırlar, sonra peşman olurlar. Yəqin ki, ətrafınızda belə adamlar görmürsünüz. Ola bizəcə elə ailə üzvlərimizdən də var. Bir dənə bir şey olan kimi qışqırır, bağırır, sonra peşman olur. Deyir, ayda, gələ qışqırır, elə pis oldum, gələ qışqırmazdım, gələ falan söz deməzdim. Məlum olur ki, əslində adam belə xislətli deyilmiş. Düşünə bilməmək, təfəkkür edə bilməmək səbəbindən və ya hər hansısa bir sosial, iqtisadi çətinlik, maddi çətinlik səbəb oldu, gəldi bu işi gördü. Ki, imamı qətlə yetirdi. Tamah qorxu. Tamah və qorxu. Və gəldi İmam Hüseyin əleyhissalam deyən çıxdılar. Kəbə evin ehtiramını qorumaq üçün Kəbədən çıxmışdı. Amma yenə Kəbəni yandırdı. Gördünüz? Biz elə bilirik ki, hər şey bizə aşkar deyilməlidir. Xeyr. Bizim bəzi varlıqlarda fərqimiz var. Bizim mələklərdən fərqimiz var. Bizim üzr istəyirəm, heyvanlardan fərqimiz var. Quşlardan fərqimiz var. Bitkilərdən fərqimiz var. Flora və fauna aləmindən bizim fərqimiz var. Biz düşünə bilirik. Bizə şuur var. Düşünə bilirik. Niyə deyir Allah təqvalılardan qəbul edir? Kimdir o təqvalılar? Kimdir? Onlar fəda eləyəndə uf belə demirlər. Narahat olmurlar əldən çıxanda, əldə etdikdə sevinmirlər. Baxın, cəmiyyətdə çox vaxt baş verən o fəsadlar, o eybəcərliklər, əxlaqi zidd hərəkətlərin kökündə çox zaman maddi bir maraq və ya qorxu uzbatının ləyaqətini qurban verirlər. Biriləri təkdir, özünü tək hesab edir. İstəyir kimsə həyatında buna sahiblənsin, güclü olsun, arxa dayağı olsun. Qorxmasın. Bu qorxu prinsipi hətta layiq olmayan insanların yanında gəlib oturmağa səbəb olar. Mən bilmirəm, sözümü yaxşı çatdıra bilirəm yoxsa yox. Bu maddi maraq, bu tamah sənin izzəti və əlinə alacaq, iffəti və əlinə alacaq. İmam deyir ki, heyhat min nəzzillə daxili azadlığımızı qorumalıyıq. Daxili azadlığımızı qorumalıyıq. Mən təklif edirəm ki, müzakirə mühiti qursun əzizlər. Biri-birinizdən müzakirə mühiti qurun. 3 nəfər, 4 nəfər yığılın bir yerə, bir qrup açın, bir söhbət eləyin. Da bıdı didi-badı söhbətlər yox. Bacı, mən getmişdim, nə bilim, Elsi Vaykıkiyə, nə bilim, mola getmişdim, tələ köynə. Yox, belə qrup yaratmayın. Belə qruplar sizə fayda verməyəcək. Nə bilim, yazırlar, bacılar qrupu. Sual versən, bu bacılar qrupuna siz nə qarırsınız? Və ya qardaşlar qrupu. Neyinirsiniz? Qohum, nə bilim, qrup yaradırlar, bəzi qrup. Bu qrup fayda vermirsə, bunu nə yaradırsınız? Təklif edir ki, müzakirə mühiti qurarsınız. 3 nəfər, 4 nəfər xanım birləşsin, bir dənə qrup yaratsın. Adını da qoysunlar müzakirə qrupu. Kimin həftədə bir dənə vaxt təyin edin. İnanın bu gözəl metoddur ha. Və ya qardaşlar da bunun kimi. Həftədə bir dənə bir qrup təşkil edin. Həftədə, məsələn, bazar günləri saat 3-dən 4-də qrupa bir dənə sual gələcək. Gəlin bu sualı müzakirə edək. Yoxsa, sən Allah, bunların qrupuna bax. Şəxsi söhbətləri qrupu olmaz. Müzakirə mühiti qurmaq lazımdır. Birgə təfəkkürdür. Çünki insan bəzən tək düşünəndə dumanlana bilər beyin. Fikirlər dumanlanma ehtimalı yüksəkdir. Yəni, fikirləri qarışa bilər, cəmləyə bilməz. Amma elmi, mənəvi həmdəmlərə söhbət edəndə, həmkar və dostlarla müzakirə aparanda o dəst insan daha da cilalayır. Daha da insanı bir
sistemləşdir, sistemə salır. Mühüm qeydlər aparmaq lazımdır. Bir dənə sual verin. Gəlin gedək, məsəl üçün, Kərbəlanın mənim bugünkü həyatımda yeri. Kərbəlanın mənim bugünkü həyatımda yeri nədir? Məsələn, mən bugün neynədim? Bugün metroya düşdüm, bugün çatdırma elədim, bugün kitab satdım, bugün don satdım, nə bilim, bugün yemək bişirdim, bugün çay bişirdim, bugün su içdim, qonaq getdim. Dedim, axı, Hüseyni həyat yaşamaq lazımdır. Zeynəbi duruş formalaşmalıdır. Səccadi dua və mənəviyyat formalaşmalıdır insanda. Bu üç həyat var. Hüseyni həyat, Zeynəbi duruş, səccadi mənəviyyat. Səccadi dua, səccadi ibadət. Vallahi vaxtımızı boş-boşuna keçirməyən, birgə müzakirə qrupu yaradı. Elə bu gündən başlayın. Bu gündən başlayın. Deyim, bugün cümədir, bu gündən axşamdan başlayıram. Sabahdan qədəm qoyun. Bir dənə qrup yaradın, ayda bir dəfə görüşün. Ayda bir dəfə görüşün. Onda görəcəksiniz ki, həyat nə şirindir, həyat nə maraqlıdır, bu həyatın şərbəti nə dadlıdır, bu şərbət məni hara hazırlayır, bu şərbət məni Kərbəlaya hazırlayacaq. Biz onda başa düşə biləcəyik ki, İmam Hüseyin Əsəlamın bizdən istəyini idi. Allah'ın öz izzət cəlalına Allah axır aqibətimizi bi xətmi xeyr edəsin inşallah. Muhammed və Ali Muhammed salavatla yad edək. Allahümmə salli ala Muhammed və Ali Muhammed və accil fərəcə.